Bu torpağın hər qarışı vətən uğrunda candan keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşadır. Əslən Xocalıdan olan Qarabağ qazisi Hümbət Bəhruz vətənimizi qarış-qarış gəzərək şəhidlərimizin əziz xatirəsini yad edir. Bu dəfə yolu Göyçay rayonu Qaraməryəm kəndinin Şəhidlər bulağına düşdü. Hüseyinov İlham Uludoğlu 2020'de şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Ağayev Ümid Valihoğlu 2020'de şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Qəribov Gündüz Ramizoğlu 96'da şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Əmirov Ənvər Həsənoğlu 96'da şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Əmirov Teymur Yılmaroğlu 96'da şəhid oldu. Allah rəhmət etsin. Ağayev Ağayev Güləndəroğlu 94'də şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Məyiv Əlif Ağa Nadiroğlu 93'də şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Sabol Şirvala Mirzəoğlu 94'də şəhid oldu. Allah rəhmət etsin. Uşaq olsun. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Gəlin tarix yazan qəhrəman oğullarımızı unutmayaq, unutturmayaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin ailələrinə səbr və dözüm diləyirik. Həmidov Bəhlul Göyçaylı, İsmailov Zəkər Göyçaylı, Aysel Muradova Azərbaycan İnternet Televiziyası üçün yayınlanmışdır. Göyçay Qaraməryəm kəndi. Diqqətiniz üçün təşəkkür edirik.